Bəzən uşaqlar valideynlərinə valideynlik edirlər. Qəribə səslənsə də bir çox ailələrdə baş verən, amma adı qoyulmayan bir haldır. Bu hal özünü bir çox davranışlarda göstərir. Evdəki maddi çətinliklər mütəmadi şəkildə uşaqla paylaşılır və zaman sonra uşaq hiss edir ki, evdə pul azdır, deməli mən ailəmə yük olmamalıyam deyə düşünməyə başlayır. Günü bugün həmin yetişkinlər ailədən müəyyən məbləğdə pul götürəndə belə özlərini günahkar hiss edirlər. Əslində məsələ pul deyil, məsələ o insanda kök salan mən yükəm inancıdır. Valideynlər, xüsusilə ana, öz duyğularını tanımayanda bu yükü uşağa ötürür və uşaq sakitləşdirilməli olduğu yerdən sakitləşdirənə çevrilir. Duyğusal ehtiyaclarını arxa plana atıb, birinci anam yaxşı olsun, sonra mən deyə düşünməyə başlayır. Və əlbəttə ki, illər sonra əsas başqalar xoşbəxt olsun, mən gözləyərəm tipli yetişkinlərə çevrilirlər. Bəzən də ailə içində olan bütün müzakirələrə uşaqlar daxil edilir və uşaqlardan uşaq kimi deyil də böyük kimi qarşılıq verilməsi gözlənilir. Buna psixologiyada parentifikasiya deyilir və normal deyil. Parentifikasiya hər bir halda travmatikdir. Əgər bu vəziyyətlər davamlı gedərsə, həmin uşaqlar gələcəkdə özlərini daha yüklü hiss edən, həddindən artıq məsuliyyət götürən, öz ehtiyaclarını qarşı laqeyd, başqalarının ehtiyaclarına isə həssas davranan yetişkinlərə çevrilirlər.